Moskva vilayətində Azərbaycanlıların çalışdığı bazara silahlı hücum olub. Əllərində Winchester markalı silah olan 2 nəfər bazara daxil olaraq burada çalışan Azərbaycanlılar da daxil olmaqla qeyri-rus millətindən olan şəxsləri hədələyiblər. İTV Xəbər hücumun görüntüləri və silahlı şəxslərin kimliyi ilə bağlı ekskluziv məlumatlar əldə edib. Mövzunu Rusiyadakı xüsusi müxbirimiz Fərid Əkbərov davam etdirir. Şolkova rayonunun Fryanova qəsəbəsi paytaxt Moskvadan 85 km şimal-şərqdə yerləşir. İnsident iyunun 2-sində 13 minə yaxın əhalisi olan bu qəsəbədə yerləşən bazarda baş verib. Belə ki, əli silahlı 2 nəfər bazara daxil olaraq Azərbaycanlıları və digər qeyri-rus millətindən olan şəxsləri təhdid ediblər. Bazarda çalışan Fryanovanın yerli sakini Svetlana Məmmədova həmin şəxslərə müqavimət göstərib. Həmin gün bazarda idim ki, qardaş Sergey və Aleksandr Gavrilovlar silahlı hücum elədilər. Onlar avtomobildən düşüb silahı bazarda çalışan miqrantların üzərinə tuşladılar. Mən onları sakitləşdirməyə çalışdım, lakin onlar məni silahın küt hissəsi ilə vurdular. Onlar bizim qəsəbədə qeyri-rus millətindən olan şəxslərin yaşamasını, bazarda çalışmasını istəmirlər. Ona görə eləyirlər ki, 2 dənə ruslar tökülüb əllərində silah, milləti nətər deyim sağ sıxışdırırlar. İcazə vermirlər gəzək, nə bilim, çornalar çıxsın, Azərbaycanlıları incidirlər. Əllərində silah, yəni bazara düşüblər 2 nəfər, silahla hədə qorxu, hamını incidirlər, silahla vurublar. Əvvəlcə onlardan biri bazara daxil olub qışqırdı. Sonra ikincisi əlində silahla gəldi. Başladılar hamını itələməyə. Bəkdən qışqırdılar ki, bu bazarı bağlayacaqlar, hamını rədd edəcəklər. İTV Xəbər bazara silahlı hücumun və Azərbaycanlılar daxil olmaqla bazarda çalışan miqrantların silahla hədələnməsinin video görüntülərini əldə edib. Görüntülər ətrafdakı obyektlərin müşahidə kamerasından çəkilib. Burada yaşayan Azərbaycanlılar bizə video görüntülər göndərdilər. Həmin video görüntülərdən görünür ki, həqiqətən də şəxs əlində silah, Winchester silahı ilə girir ticarət mərkəzinə bura və orada hətta bu silahı onların üstünə yönəldir. Yəni ki, bu silahla ateş açmaq istəyir. Yəni bu da bilinmir ki, o ateş aça bilərdi. Bu yəni o qədər çox həqiqətən də çox qorxulu haldır. Doğrusu mən bura gələndə elə fikirləşdim ki, 90-cı illərin əvvəlinə gəlib çatmışam. Çox çətindir burada vəziyyət. Ona görə də əlbəttə ki, lazımdır ki, müvafiq orqanlar, Rusiya Daxili İşlər Nazirliyi, Следственный komitet, FSB bununla məşğul olsunlar. Çünki ola bilməz ki, yəni konstitusiya qarşısında bütün millətlər eyni hüquqdadırlar. Heç kimin hüququ pozulmamalıdır. Svetlana Məmmədova baş vermiş insidentlə bağlı polisə ərizə ilə müraciət etdiyini deyir. Lakin polis hələ ki heç bir tədbir görməyib. Kamera insidenti çəkib, videoda hər şey var. Polis heç nə demir, ancaq şikayət ərizəsini qəbul edib. Bu insident birinci hal deyil. Həmin qardaşlar tez-tez bazara hücum edirlər. Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsinin Fryanova polis bölməsindən bildirilib ki, məlum insidentlə bağlı araşdırma aparılır. Fərid Əkbərov, İTV Xəbər, Moskva vilayəti.